Bakıda 10-cu yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 2-ci İBM Respublika daxili turizm sərgiləri işə başlayıb. Sərgi ilk gündən böyük marağa səbəb olub. Azərbaycanda turizm inkişaf edir və 2011-ci ilin turizm ili elan olunması bu sahənin tərəqqisində mühüm rol oynayacaq. Sərginin açılış mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev belə dedi. Bildirdi ki, bu il ölkədə turizmin inkişaf səviyyəsinin 10% olacağı gözlənilir. İndi əsas məqsəd rəqabət mühitini gücləndirməkdir. Bu ilin axırına qədər Nazirlik tərəfindən və dövlət tərəfindən müəyyən bir ölçülər götürüləcək. Hansılar ki, Azərbaycan turizm bazarını dünyada daha rəqabətli çıxmasına imkan verəcək. Burada həm keyfiyyətlərin artırılması bir tərəfdən, ikinci tərəfdən müəyyən qədər qiymətlərin tənzimlənməsi. Biz müdaxilə etməyəcəyik, lakin əgər o otel hansısa xidməti təqdim etmirsə orada yaşayan insanlara, deməli orada bu qiymətdə müəyyən bir fərqlər olmalıdır. Sərgidə iştirak edən şirkətlər ölkələrinin mədəni tarixini, irsini və turizm potensialını nümayiş etdirirlər. 10-cu yubiley sərgi ötən illə müqayisədə bu il ekspozisiya sahəsini 25% genişləndirib. Bu dəfəki sərgiyə dünyanın 24 ölkəsinin 260 şirkəti qatılıb. Uçuş kapasitemizi de arttırıyoruz artık. İnşallah daha uygun fiyatlarla daha kaliteli hizmet vereceğiz Azərbaycan halkına. Sərgidə müalicə turizminə də diqqət ayrılıb. Müxtəlif sanatoriya və kurortlarda istirahət etmək üçün kupon belə əldə etmək mümkündür. Ən çox diqqət çəkənsə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı stend oldu. Qarabağ bizimdir, şərtsiz və mən onu deməliyəm ki, Ümumdünya Turizm Təşkilatı artıq öz tərəfindən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı qəbul edir Azərbaycanın istiqaməti kimi və onun onların mövqeyi bundan kənara çəkməyə imkan verməlidir. Sərgi çərçivəsində turizm əlaqələrinin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirlikləri şirkəti arasında müqavilə imzalandı. Sərgi 2 gün davam edəcək. Elnur Niftəliyev, Turab Məmmədov, Lider TV.